Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyentlər, 8-ci sinif şagirdləri, xoş gördük sizləri. Bu videomuzda bugün 2 noyabr tarixində OTK-nın və Müstəqil Qiymətləndirmə Mərkəzinin sizlər üçün təşkil etdiyi sınaq imtahanının suallarını izah edəcəyik. Öncədən deyim ki, mütləq kanalımıza abunə olun ki, bu kanalın sizə faydası çox dəyəcək. Bütün sınaqlar, dərs izahları, nə desəz tapa bilərsiniz kanalımızda. Dərslərimizə qoşulmaq üçün isə 070 535 35 55 nömrəsinə yaza bilərsiniz. Sırf dərslərimizə qoşulmaq, sınaq qruplarına qoşulmaq üçün, bu yaxınlarda da sınaq qrupumuz başlayacaq 11-ci siniflər üçün. Belə, əgər uşaqlar bu OTK sınaqlarını əldə eləmək istəyirsinizsə, yəni OTK-nın rəsmi saytı və eyni zamanda Müstəqil Qiymətləndirmə Mərkəzinin saytı var. Orada daxil ola bilərsiniz. Və əgər Gəncədəsinizsə, Gəncədə yaşayırsınızsa, yəni dərslərimizə də əyani qoşula bilərsiniz. Bir də ki, Gəncədən bax bu nömrə vasitəsilə OTK-nı əldə edə bilərsiniz. 050 587 35 55. Bax bu nömrəyə yazaraq OTK biletləri əldə edə bilərsiniz Gəncədə yaşayanlar üçün. Belə. Uşaqlar, başlayaq mı suallarımıza? Başlayaq. Siz qoçaq uşaqlarsınız, bilirəm. Hadi cəngavərlər. Cədvəldəki doğru nümunələri müəyyənləşdirin. Məqsəd sözünün sinonimi məram deməkdir, bir də niyyət deməkdir. Mərhəmət sözünün sinonimi nədir? Rəhim deməkdir. Mərhəmət göstər, rəhim göstər. Cavab olacaq 1, 3, 4. Belə, tez-tez izah edəcəm uşaqlar. Nəsə sualınız olsa şərh bölümünə yazın. Hansı cümlədə frazoloji birləşmə işlənmişdir? Frazoloji birləşmə. Əskərlər düşmənə göz dağı verdilər. Bax, bu da elə frazoloji birləşmə. Uşaqların oynadığı top yola düşdü. Yola düşmək əslində frazoloji birləşməsi var, amma burada həqqi mənada işlənib. Burnucu göynəmək burada soyuqdandır deyə həqqi mənadadır. Təşəkkür etmək frazoloji birləşmə deyil. Müəllimlərə hazır nümunəni göstərdi. Burada da heç bir şey yoxdur. Hansı sözdə 2 sait uzun tələffüz olunur? Tərifnamə. B variantı. Yəni, o birlərində bir uzanmalar falan var. Hansı nömrədə səhv yazılmış söz isimdir? Satlıq, torpaq, deməli, Babəki anmaq, tütəki çalmaq, tütəki çalmaq nədir? Tütəyi çalmaq olar da. Məsələn, burada da anmaqdır, düzdür, bunlar feildir. Bu feildir. Ulduzlu səma bu sifətdir. Satlıq kitab hansı kitab sifətdir. Burada da ümumiyyətlə səhv yazılma yoxdur. Cavab Y variantı. Tütəyi çalmaq. 5-ci sualımıza baxaq. Klasteri tamamlaya bilməyən fikirləri o ana vətən üçün mübarizə aparırdı. İsimlər ümumidir. 2 isim işlənmişdir. Biri anadır, bir də vətən. Bunu düz deyir. Bizə tamamlaya bilməyən deyir. Yəni səhvlər götürəcək. Burada fikir düzdür. İsimlər ümumidir. İkinci isim gəlik haldadır. Vətən sözü adlıq haldadır. Yanlışdır. İlk isim ismin suallarından birinə cavab vermir. Ana vətən, hansı vətən deyirik? Bəli, düz deyir bunu da. İsimlər cəmdə deyil. Düz deyir. Düz deyir. İsimlər mücərrəddirmi? Ana mücərrəd deyil. Ananızı görürsünüz. Ona görə 2-5-dir. O 2-5 səhv fikirdir. Növbəti sualımıza baxaq. 6-cı sualda sahib olmaq sözünün fonetik təhlillə bağlı doğru fikir müəyyən edin. Deyiliş yazılış arasında fərq yoxdur, yalan deyir. Sahib olmaq belədir. Qarşılıqlı olmayan samitlərin sayı 2-dir. Biri H, biri L, biri də M. Yalan deyir. Kar samitlərin bir cingiltili qarşılığı kimi tələffüz olunur. Kar samit burada cingiltiliyə yox, cingiltili kara keçir. Yəni Q, K nədir? İş kimi. Yoxsa X kimi tələffüz olunur. Cingiltili samitlərin ikisi kar qarşılığı kimi tələffüz olunur. Yanlışdır. Burada B P-yə çevrilmir uşaqlar. Özündən sonra sait gəldi. Ona görə də yanlışdır. Saitlərdən biri uzun tələffüz olunur. Sahib. Bax, budur. Cavab Y variantı. Aha. Q'nın K kimi səsləndiyi və X kimi səsləndiyi Q kimi. Namiqin arzusunda heç biridir. Q'dır. Sadiq dost K. K buradadır. Sonra yarpaq rəngi X kimi. X. Deməli, C-ni buraya yazacağıq. Məqsəd. Burada K olur. Buraya yazacağıq. Bura. Aha. Uşaq üçün. Üçün sözü saitlə başladığına görə bu Q olacaq. Onu da yazacağıq. Bura. 1'e BD, 2'ye C,
3-ə də Y. D variantı. Deməli, bu sözlərə baxaq. Leksik mənası. Pərdə sözünün nə deməkdir? Pərdə deməli, mətnin mətbu üsulu ilə yığımı və nəşr edilməsi. Yox. Musiqi alətinin deməli, bəzi musiqi alətlərinin qolundakı bölmələrindən biri. Pərdə musiqi alətlərinin qolundakı bölmələrdən biri. Ola bilər, pərdə, sazın pərdəsi var məsələn. C-ni götürə bilərik. Senzura çap məhsulları üzərində dövlət nəzarət sistemidir. A variantı. Tirajdakı eyni adlı nəşrin ümumi sayıdır. Bu da D variantı. C-A-D ilə A variantıymış. Amonim mənaları ismə aiddir. Hər ikisi isimli xal da. Biri oyunda qazandığınız xal, bir də yanağınızda olan xal. Bilmirəm, varmı, yoxmu? Bir gelin güzgüyə baxın görək. Mücərrəd isim hansı cümlədədir? Sürücü görürük, maşını görürük, dayanacağı görmüşük, qardaşı görmüşük, yarasını da görmüşük, sarığı da görmüşük, insanı gündə görürük. Özümüzə baxanda dostluq və qardaşlığı görmürük, amma baxın, dostluq və qardaşlıq mücərrəddir. Deməli, C variantıdır. Bax, yazıcı burada konkretdir, nə bilim, roman konkretdir. Məsələn, dostluq, qardaşlıq mücərrəd isimdir. C variantı. Sonra uşaqlar, mətni, baxın, bir dənə belə saxlayıram, oxuya bilərsiniz, bax, istəsəz. Əgər oxumamısınızsa, yaxınlaşdıra bilərsiniz, nə bilim, saxlaya bilərsiniz ekranı, belə mətnin qalan hissəsi buradır. Suallarımıza baxaq, 11-ci sualda deyir ki, əzim sənətlə yalnız öz xeyri üçün məşğul olmurdu. Çünki fikrini tamamlayan nümunəni müəyyən edin. Ailəsinin daha çox düşünürdü. Deməli. Ailəsini daha çox düşünürdü. Özünün deyil, ətrafdakı insanların narazılığını nəzərə alırdı. Böyüklərin öyrətdiyi dəyərləri qorumağa çalışırdı. Cəmiyyətdəki sosial problemləri tənqid edirdi. Gələcəkdə məşhur olmaq, tanınmaq istəyirdi. Ailəsini daha çox düşünürdü deyə bilərik. Çünki işləyirdi də adam. Gedib fəhləlik eləyirdi filan. Belə şeylər eləyirdi. Deməli, bax, burada deyir ki, dəyirmanda çalışır falan eləyir. Belə şeylər. Ona görə burada A variantı olacaq. Tamamlayan nümunə. Yalnız sənətlə yalnız öz xeyri üçün məşğul olmurdu. Qoy bir dənə dəqiq baxmış olar. Bu sual biraz elə bil. Deməli, özünün deyil, ətrafdakı insanların razılığını nəzərə alırdı. Görürsünüzmü? Burada sənətlə deyilmiş, üzrü saymayla bilən birinci işləməyini falan deyir, fəhləlik eləməyi. Burada cavab olacaq, cəmiyyətdəki sosial problemləri tənqid edirdi. Bax, bu olacaq. Sənətlə ona görə məşğul olurdu ki, cəmiyyətdəki sosial problemləri tənqid edirdi. Görürsünüz, bax, bu hissədə deyir ki, haqsızlıqlar, qadınların hüquqsuzluğu, geridə qalmışlığı, digər sosial problemləri tənqid edirdi. Bax, sənətlə buna görə məşğul olurdu, deyə bilərik. 12-də baxaq görək, uyğun olmayan fikirlər müəyyənləşdirin. Mətndə təbliğ olunur. Sənətin sosial gücü, bu ola bilər. Təhsil və şəxsi inkişaf məsələsi yox. Maddi zənginlik təbliğ olunmur. Tənqid olunur. Yaradıcılığın boğulması gördük, tənqid olunur. Yaradıcılığını boğmağa çalışırdılar. Geridə qalmış dini təhsil sistemi. Bəli, əvvəlcə dini təhsil sistemindən uzaqlaşır. Bunu da tənqid edə bilərik. Sahibkarlıq fəaliyyəti tənqid olunmur. Deməli, 1, 3, 4, 5. O da C variantı. Bir dənə də kalp qoyduq suala. Mətndə tünd qara hərflərlə verilmiş sözün izahı. Əcnəbi sözü idi orada, əcnəbi. Əcnəbi də başqa xalqa, millətə məxsus nümayəndə deməkdir. A variantıdır orada. 14-də mətn əsasında Əzim Əzimzadə ilə bağlı nəyi dəqiq müəyyən etmək olmaz. Xüsusi rəssamlıq məktəbində rəsmi təhsil aldığını, rəsmi təhsil almadığını, bəli, bunu deyə bilərik. Rəsmi təhsil almamışdı. Bu doğrudur. Rus Tatar məktəbindən neçə il oxuduğunu biz deyə bilməyəcəyik. Elə budur cavab. Karikaturanın hansı mətbuat orqanında çap olunduğunu Molla Nəsrəddin, bunu bilirik, mətndə də var idi. Kimlərin problemlərini işıqlandırdığını bayaq oxudum. Bax, burada altına xətt çəkdiklərim var. Sonra hansı maneələrlə qarşılaşdığını da biz gördük mətndə. Maneələr var idi. Deməli, B variantı.
Hansı fikir yanlışdır? Ustalıqla çəkdiyi rəsmlər onun həyatında dəyişiklik yaratdı. Ola bilər uşaqlıqda çəkdiyi rəsmlər. Bəli, uşaqlıqda çəkdiyi rəsmlər məktəbdən uzaqlaşmasına səbəb olmuşdu. Buralarda, bu hissələrdə məktəb falan bilirik bunu. Bu doğru fikirdir. Çəkdiyi rəsmlərdə təkcə özünü yox, həm də başqalarını inkişaf etdirirdi. Bəli, təbii ki. Yaradıcılığı ilə özündən qabaqki karikatura ustalarının sənətini təkrarlayırdı. Yox. Bax, bu yanlışdır. Deyəcəm niyə? Həm onun sənətini dəstəkləyən, həm də onun sənətini anlamayan insanlarla qarşılaşmışdı. Bəli, bunu görürük mətndə də, onu anlayanlar da var idi. Onu başa düşməyib, başa düşməyənlər də. Karikaturaları sosial problemləri yumorla cəmiyyətə çatdırırdı. Yumorla yanaşı, burada da var. Bax, bu işarələdiyim yerə baxın. Cəmiyyətə haqsızlıqları falan belə bir şeylər deyir. Məsələ budur, bax, burada deyir ki, Əzimzadə Azərbaycan təsvir sənətində ilk böyük karikatur ustadı. İlkdirsə, deməli, özündən qabaqçıları təkrarlayırdı, yanlışdır da. Özündən qabaqçı karikatur ustalarını təkrarlayırdısa, niyə ilk olurdu ki? Deməli, C variantı. Son abzasda nöqtələrin yerinə uyğun gələn əzmkarlıq və inadkarlıq sözləridir. Bax, bu hissədə bir daha baxın. Deyir ki, onun həyat hekayəsi bir daha sübut edir ki, istedadla yanaşı nə? Əzmkarlıq və inadkarlıq. Əzmkarlıq və inadkarlıq uğurun açarıdır. Nəysə, tapdıq. Bu belə. Üzərinə rəqəm yazmış məcazi mənalıdır. Hansı ifadələr? Baxırıq sözlərə. Deməli, şəkil çəkmək həqqi mənadadır. Burada bir şey yoxdur. Onu sərt şəkildə cəzalandırdı. Bu da həqqi mənadadır. 3-də nə deyib? 3-də deyir, heyran qalmaq. Bax, heyran qalmaq məcazidir. Biri 3. Sonra ruhdan düşmədi. Biri 4. Məcazi ruhdan necə düşəcək? Bir də 5-dir. Uğurun açarı məcazidir. 3, 4, 5 variantı. Nə oldu cavabımız? 3, 4, 5. Cavab Y variantı, uşaqlar. Növbəti 18. Düz xətt işarəsinin yerinə hansı uyğundur? Baxırıq. Bakıyoruz. Harada? Deyir ki, üzərində çəkdiyi fiqurlara görə kağız üzərində çəkdiyi müəllimi onu sərt şəkildə cəzalandırdı. O mollaxananı tərk edərək gizli şəkildə Rus Tatar məktəbinə daxil oldu. Baxaq görək burada. Bu hadisə onun rəsmdən uzaqlaşmasına səbəb oldu. Yox. Bu hadisəyə heç bir reaksiya vermədi. Yox. Əzim bütün cəzalara mətanətlə dözdü. Bu hadisə Əzimin həyatını dəyişdi. Deyə bilərik. D variantı. Sonra cədvəli tamamlayan fikirlər yazın. Əzimzadənin mollaxanadan Rus Tatar məktəbinə keçməsinin səbəbi. Səbəbi o idi ki, baxaq görək. Mollaxanadan Rus Tatar məktəbinə budur. Onun deyir ki, bir dərs zamanı müəllimi onu sərt şəkildə cəzalandırmışdı. Səbəbini yazırsınız bura. Müəllimi onu sərt şəkildə cəzalandırır. Nəticəsi mollaxanadan uzaqlaşır. Şəkil çəkmək günah sayılır. Mollaxanada. Sonra dəyirmanda nə oldu? Ona dəstək olan tapılır. Belə yazırsınız. Növbəti mətnimiz nədir? Baxaq. Bu mətni oxuyuruq. Oxuyun. 21-ci suala baxaq. Mətndəki əsas fikri müəyyən edin. Qonaqlar üçün zahiri təəssürat hər şeydən vacibdir. Əsas fikir bu deyil. Qonaqlar üçün belə olsa da, sənət əsəri yalnız texniki mükəmməlliklə dəyər qazanır, yox. Həqqi gözəllik, təbiilik və sadəlikdə gizlidir. Bax, bunu deyə bilərik. Əsas təbii gözəllikdir. Önəmli olan. Mətndən çıxan buydu.
Sonra o biri fikirlər səhvdir. Bura baxaq. Mətndə üzərində rəqəm yazmış ifadələr haqqında doğruları müəyyənləşdirin. Deməli uşaqlar, bax burada məsələn bağ salmaq əsasını qoymaq deməkdir. Sonra işləyirmiş. Sonra hansı sözlərdir? Tanınmış. Baxaq görək belə görə biləcəyik o sualı. Görə bilmirik. Deməli, orada işləmək telefon işləmək deyil. Biri birdir. Əsasını qoymaq, təsis etmək deməkdir. Burada hansı söz idi? Bağ salmaq, əsasını qoymaq. Burada deyir ki, dəyərli onun üçün dəyərli olduğundan çox diqqətlə işləyirmiş. Telefonun işləməyi başqa şeydir. Adamın işləməyi çalışmaq bu başqadır. Sonra ölkənin tanınmış, ağıllı, nüfuzlu adamlarının tanınmış deyirsə, adlı sanlı götürə bilərik. Bir də usta olan sözü idi 4-də. Usta olan. Usta olanda işində usta olmaqdır. Bax, burada deyir ki, bağ sahəsində usta olan. O da mahir olmaq. Deməli, 1, 3, 4 olacaq cavabımız. 5-də nə deyib biz? 5-də də qurumuş, bağda qurumuş yarpaq. O da həqqi mənadadır. 22-ci suala baxdıq, 23-ə baxaq. Qarşısında işarə qoyulmuş abzasla bağlı doğru fikir. Bax, burada qarşısında işarə qoyulmuş abzası görürsünüz. Elə belə saxlasam görəsiniz. Məsələn bu. Burada deyir ki, abzasda yalnız bağın tərifindən gözəliyən. Bax, burada yalnız tərifdən danışmır. Ancaq imperator üçün ən vacib fikir bağ salmaq. Deməli, sayəsində usta olan Linçinin fikri idi. Burada təkcə gözəlliyindən danışmır, Linçinin fikirlərindən də danışır. Həm hadisə onun iştirakçıları haqqında məlumat verir. Həm hadisə, həm də onun iştirakçıları. Bax, bu olacaq cavab. Hadisə haqqında burada deməli, gələn qonaqların heyran qalması falan bu hadisədir. Bir də gözəlliyindən, bir də nədən danışır? İştirakçılar haqqında. Məsələn, Linçinin fikrindən danışır, bir də imperatorun özündən danışır ki, imperator üçün ən vacib nə idi? Buna görə B variantı olacaq. Mətnin ümumi məzmunu ilə ziddiyyət var. Səhvdir, giriş hissəyə aiddir. Bu da səhvdir. Abzasda fikirlərin ardıcılığı pozulmuşdur. Xeyr. Cavab B. 24-də cədvələ uyğun olan fikirləri müəyyən edin. Mətndə səbəbi verilmişdir. İmperatorun qonaqları evinə dəvət etməsinin, bəli, bunun səbəbi var ki, bağa baxmaq göstərmək istəyirdim. İkinci, imperatorun bağ salarkən Linçinin köməyindən istifadə etməsinin belə bir şey də görmədik mətndə. Mətndə səbəbi verilməmişdi nəyin? İmperatorun bağ salmaq istəyinin. Bunun səbəbi verilməyib də bilmirik. Niyə salmaq istəyirdi ki? Bağda bir dənə quru yarpaq olmamasının səbəbini bilmək olar ki, təmizləmişdilər də. Deməli belə 1, 3 olacaq Y variantı. 25. Hansı sualın cavabı mətndə dəqiq şəkildə verilib? Bağda hansı ağac və güllər əkilmişdi bilmirik bunu. Linç imperator üçün bağ salmışdı mı? Bunu da dəqiq bilmirik. Qonaqlar bağa gəlib orada nə qədər vaxtı da bilmirik. İmperator niyə məhz Linçinin fikirlərini öyrənmək istəyirdi? Bax, bunun cavabı var burada. Deyir ki, bağ salmaq sayəsində usta olan Linçinin fikri idi onun üçün önəmli olan. O, bu sahədə çox bilikli və təcrübəli biri kimi tanınırdı. Bəli, təcrübəli biri idi ona görə. Cavab olacaq D variantı burada 25-ci sualda. Hadisə hansı fəsildə baş vermişdi? Bunu da bilmirik. Dəqiq bilmirik. Mətnə əsasən yanlış fikri müəyyən edin. Linçinin təklifi bəyənildi. Bağ daha da gözəl göründü. Bu doğru fikirdir. Bizə yanlış lazımdır. Bağ həqiqətən tərifə layiq idi. Həqiqətən elə idi. İmperator bağdakı ağaclarla şəxsən özü məşğul olurdu. Əvvəlində vermişdi, düzdür bu. İmperator Linçinin sözlərindən tam razı qalmadı deyə bilmərik. Tam razı qaldı, ola bilər. Linçi bağda qonaq gələn digər insanlardan fərqlənirdi. Bunu da görürük, mətndə fərqlənirdi. Ona deməli, imperator üçün onun fikirləri daha vacib idi. Cavab D variantı. 27-yə baxaq. Mətnin əsas hissəsinin ilk abzası giriş hissəsinə birləşdirilib. Bunu da nəhayət sözündən ayıracağıq. Baxın, bax bu hissədən ayırırsınız. Buradan növbəti abzası başlayır. Yəni məzmuna da baxsaz görərsiniz, yeni fikirlər var orada. 28. Mətnə əsasən cədvəllə uyğun fikirləri müəyyən edin. Dərin müşahidə qabiliyyətinə malikdir.
linçi. Bəli, dərin müşahidə qabiliyyətinə malikdir. O birilərinin görmədiyini bu görür. İmperatora qarşı qərəzlidirmi? Yox. Digər qonaqlar bağa münasibətləri təriflə bildirirlər. Bəli, bu da təriflə bildirirlər. Olacaq 1-3. Mətndə əvvəlində işarə qoyulmuş söz əsasən cədvəli tamamlayın. Hanı bu? Hanı sözümüz? Deyir ki, başqalarının da bağı görməsini. İfadənin mətndən kənar mənasının qarşılığı. İfadənin qarşılığı görməsini müşahidə etmək. Həmin mənanın işləndiyi cümlə, mən tutaq ki, kəndi müşahidə etdim. Belə bir formada işlədə bilərsiniz. Və yaxud da baxmaq sözü də ola bilər. Baxmaq. Mən ona tərəf baxdım deyə bilərsiniz. Və s. 3 nöqtə işarəsinin yerinə uyğun fikir yazmaqla mətnin nəticə hissəsini tamamlayın. Bəli, bura baxaq. Mətnin sonluğu haradaydı? İmperator anlayır ki, bağı təkcə bəzəmək yox, təbiiliyini qorumaq lazımdır. Anlayır ki, təbiilik, bağdakı təbiilik də önəmlidir. Anlayır ki, nə bilim, deməli, gözəllik yaratmaq istəyəndə təbiiliyi pozmamalıyıq. Bax, belə fikirlər yaza bilərsiniz bura. Bu qədər uşaqlar, kəndinizə, özünüzə iyi baxın. Hələlik.